Sizə elə bir ev təqdim edirik ki, yəni düşünün ki, bu ərazidə heç bir evin torpaq ölçüsü bu ölçüdə deyil. Yəni ikinci mərtəbənin eyvan hissəsinə çıxanda şahid olacaqsınız. Hamısı bir sot, sot yarım, yarım sot, 2 sotun daxilindədir. Yedirin ev budur ki, 5 sotun daxilində 6 otaqlı şəxsi özü üçün tikilidir və sıfırdan restavasiya olunub. Kombisidir, mətbəxidir, bütün hamam aksesuarlar hər biri tam şəkildə, tam təhvil veriləcək. Sizə ehtiyac olacaq 2 şey var. Birinci, ev sahibi ilə razılığa gəlib halallaşmaq, ikinci də ki, müəyyən əşyalarınızı yığmaq. Həyətdə sanuzelinə qədər hər biri var. Maşın həyətə rahat bir 7 maşın, 6 maşını yerləşdirə bilirsiniz. Sağı solu sıx yaşayış, qazı, suyu, işığı hər biri qaydasında. Görürsünüz ki, köhnə evində olmağın buradan göstərə bilərik ki, sizə həyətdə olan ağacların heç biri dünən sağacın əkilən ağaclar deyil. Ən azı burada 8 il, 10 ilin ağacı var. 4 bir tərəfdən evimizə kesit eləmək mümkündür. Bu da bax kombilərdir. Sadəcə indi usta gəlib bunun hamısını qəşəng yuyub təmizləyib. Ondan sonra taxılacaq yerinə. Və evimiz 2 mərtəbə olmağına baxmayaraq yerdən kürsülüdür və həmçinin 2 eyvanı var. Birin bu tərəfi düşünün, ikincisi isə yuxarı balkon hissəsi. Keçə evimizin daxilində görsədək 6 otaqdan ibarətdir. Yerləşdiyi yer isə Ramanı Gülçülüyə gedən yol. Avtobusla cəmi məsafəsi 15 metrdir. Baxın bir dənə, pilləkən gözəlliyinə baxın. Yəni adam üstündə Allah var. Yəni görülən heç bir işi, buradan ustaya da əhsən olsun ki, yola verdiyi heç bir iş aparmayıblar. Nə olsun ki, pulunu alırlar. Bacardığı qədər öz evinə yanaşarmış kimi düzəldiblər bu evi. Evimizin hündürlüyü, genişliyi hər biri yüksək səviyyədədir. Ümumi 220 kvadratdır. Daim 4 bir tərəfdə cütdaşdır. Buradan belə bir gələndə bir yataq otağı, 2 yataq otağı və ən gözəl sevdiyim proyekt odur ki, hamam sanuzelinin ayrı-ayrılıqda olmağı. Bir dənə hamamın ilə bura keçsəm ki, görsünlər. Genişliyinə bir dənə nəzər yetirin. Vannası, istəsə duş kabini oraya yığa bilərsiniz. Yəni hər cür şərait yarada biləcəyiniz bir evdir. Proyekt də dəyişməsiniz, o da mümkündür. Bu da ayaq yolu hissəsi, yəni sanuzel. Ümumilikdə isə bir daha qeyd edirəm, 6 otaqdan ibarətdir. 5 yataq, 1 qonaq. Pilləkəni tam şəkildə kelma qranitdir, mərtəbə arası monolit betondur. Bir sözlə bilirsiniz nədir, dəyərli izləyicilər. Hər birinizə dərin təşəkkür edirəm ki, yəni məni tanıyan, bilən, bilir ki, yəni hər zaman çalışdığım qədər mənfi nədirsə deyib, müsbət nədirsə göstərim. Yəni bu evdə mənfi olacaq heç bir şey yoxdur. Bir dənə ola bilər ki, kimsə düşünər ki, mən kupça falan belə bir şeylər istəyirəm. Ərazi ümumilikdə olaraq hamısı bələdiyyəsən. Kim ki çıxarışı varsa, köhnədən alınanlardır. Baxın, belə bir geniş qonaq otağı. Yəni, həqiqətən zövqlü və çox ideal bir evdir. Yerdəki tam şəkildə laminatdır. Belə bir geniş yataq otağı. Qazı, suyu, işıq hamısı burada 7-24 vasitəsizdir. Bu arada bunu da qeyd elə ki, bu evi almaq istəyən şəxs, yəni özümə də qonşu gələcək, özümdə burada yaşayan şəxsəm. İndi isə keçək eyvan hissəsində görsədək, yəni balkonunu. Zəhmət olmasa bir dənə kənar hissələri görsədin. Bax, görürsünüz dəyərli izləyicilər. Yəni heç kimin bu cür həyəti yoxdur. Yeganə yerdir ki, avtobus da buradan keçir, düz, sol hissədə 15 metr. Sağı sol yaşayışdır. İdeal bir yerdə, ideal bir ev istəyən müştəri. 127 min manata həqiqətən bu cür ev hələm-hələm düşmür, çerpic çəkişverinə qədər hər biri qaydasındadır. Sağ olun, sağ ola qalın.